Okey. Deməli uşaqlar, bugünkü mövzumuz MAC adres, IP adres, subnetting bunun kimi təməl mövzulardır. İnşallah bu gün axırıncı nəzəri dərsimizdir. Bundan sonra full praktikaya keçəcəyik paket tracer üstündə. Nəzəri tərəfi öyrənmək barəsində bir problemimiz olmasın. Onsuz da praktika elədikcə mən sizə addım-addım o birinci dərsdə qarma-qarışıq beynimizdə qalan məlumatlar var idi. Onların hamısını tətbiq elədikcə onsuz da öyrənəcəyik. O barədən yəni narahatçılığınız olmasın ki, praktika öyrənəcək, nəzəri qalacaq bir qıraqda. Deməli, istək yoxdursa keçək slayda. Çox adam yığılmadı. Ona görə keçən dərsin sual cavabını eləmirəm. Birbaşa yeni mövzuya başlayıram. Deməli, Gəlsələr eləyərsən bir. axır eləyərəm. Ünvanlar. Yox. Deməli, bizim şəbəkədə iki cür ünvanımız var. Bir fiziki ünvan, bir də IP ünvanı. Fiziki ünvan dediyim MAC ünvandır. MAC adresi, onun ikinci adı fiziki ünvandır. Deməli, bunlar arasında əsas fərq nədir? İlk öncə onu qısaca deyim. MAC adres bizim fiziki adresimizdir. Şəbəkə kartın üzərində gəlir və bir dəfə verilir hər cihaza. Yəni zavoddan nə gəlibsə odur. IP ünvan isə dinamik və ya statik olaraq biz dəyişdirə də bilirik və ya dinamik olaraq dəyişir avtomatik olaraq. Bunların məqsədi nədir? Yəni bu ünvanlar niyə var desək, MAC ünvanında, IP ünvanında ikisinin də təməl məntiqi eynidir. Bir-birlərini əvəz eləmirlər ancaq bunu öncədən deyim. Təməl məntiq odur ki, bizim şəbəkədəki virtual adresimizi, yəni cihazın fizik olaraq harda yerləşdiyini yox, virtual olaraq o şəbəkənin hansı hissəsində yerləşdiyini biz bu adreslərlə təyin edirik. Gəlin keçək MAC adresə. MAC adresi OSI layer'ının ikinci səviyyəsində işləyən bir adresdir. Nümunədən də göründüyü kimi 48 bitdən ibarət, əsasən biz bunu 3 bölürük, səbəbini də deyəcəm. 48 bitdən ibarət 16-lıq say sistemində, yəni 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, Y, F bunlardan ibarət olan bir adresdir. Salam. Salam. Oktay müəllim, üzrsən, yubandım biraz. Problem deyil. 16-lı say sistemindəki ədədlərdən ibarət olan bir adresdir. Deməli, MAC adresinin quruluşu necədir? İlk 24 biti, yəni bunu 8 bölsək 6 hissəyə, ilk 3 bölüm istehsalçının seriyasını və ya hansı istehsalçıya aid olduğunu bildirən hissəsidir. Yəni bu ilk 3 hissə. Bu şərti olaraq verilir. Belə bir MAC ünvanı böyük ehtimalla ki yoxdur. Bu şərtidir. Yerdə qalan 3 hissə isə həmin cihazın network kartının identifikal unikal kodudur. Yəni belə düşünün də, bir istehsalçı sadəcə bir dənə network kart istifadə eləmir ki, onda eyni olsun, MAC adresi eyni olsun. Bu istehsalçını göstərir. Bu da istehsalçının istehsal elədiyi hansı network kartı olduğunu göstərir. Və bu network kartların MAC adresləri tamamən unikaldır. Yəni sizin MAC adresinizlə dünyadakı heç bir cihazın MAC adresi eyni deyil. IP adresi nədir? IP adresi isə bir növ belə deyək, şəbəkədə bütün məlumatlar əslində MAC adresə yönləndirilir. Onda belə bir sual ortaya çıxır ki, IP adres niyə var? IP adres MAC adresi təyin etmək üçün və MAC adresin bəzi çatışmamazlıqları var. Onu birazdan topologiya üzərində izah edəcəm. O çatışmamazlıqları bağlamaq üçün istifadə olunur. IP adresi standart V4-dən danışıram. 4 hissədən ibarət olur. Yəni bunların hər biri 8 bitdir. Yəni 1 byte. 10-luq say sistemindədir bu artıq. Normal gündəlik istifadə etdiyimiz say sistemindədir. Biz bu hər nöqtədən əvvəlki hissəyə, bunlar nöqtələrlə ayrılır. Hər bir bölümə oktet deyirik. Yəni 8-lik. Yəni bunlar 8 bitdir əslində hər biri.
8'lik deyirik. Fiyaqların dediyim IPv4 və IPv6. IPv4 bizim gündəlik demək olar ki 99% görəcəyiniz versiya IPv4-dür. Gündəlik istifadə etdiyimiz də IPv4-dür. Bunun xüsusiyyəti nədir? 32 bitdən ibarətdir. Dediyimiz kimi 4 oktetdən ibarətdir. Təxmini 4.3 milyard ünvan dəstəkləyir. Burada bir nümunəsini göstəribsə, ən çox görəcəyiniz 192, 168-dən olur. 4.3 milyard ünvan dəstəkləyir. Problem də burada çıxır. Bu ünvan sayı şəbəkə ilk yayılmağa başladığında yetərli görünürdü. Ancaq ilərlədikcə, bu cihazlar artdıqca, gündəlik istifadə olunan kompüterlər artdıqca, hətta bir yerdən sonra IoT cihazları işin içinə girəndən sonra şəbəkəyə qoşulan cihazların sayı dəhşət səviyyədə artmağa başladı. Ona görə bizə daha geniş bir ünvanlama təmin edən IPv4, IPv6 lazım oldu. Bu 128 bit uzunluğundadır. Daha çox IP ünvanı verir. Təhlükəsiz və səmərəlidir. Əlavə olaraq da burada belə bir nümunə göstərilib. Bu IPv6-nın qısa yazılışıdır. Yəni normalda əslində IPv6 bunu açsaq çox uzun bir yazılışdır. IPv6-nın çox dərinə girməyəcəm çünki istifadə olunmur. Public private IP adresləri işin içinə girdikdən sonra, NAT, PAT işin içinə girdikdən sonra o bizim bu yetməyən 4.3 milyard ünvanımız var idi, hansı ki bizə bəs eləmirdi. Artıq bəs eləyir. IPv6 sadəcə var, amma IPv6-nın altyapısı, yəni strukturu hələ tam şəbəkədə qurulmadığı üçün elə də geniş istifadə olunmur. İstifadə edən bəzi müəssisələr, ölkələr var, ancaq geniş istifadə olunan versiya IPv4-dür hələ də. IP klassları. Nədir bu IP klassları? Demək biz şəbəkəni, yəni IP adresləri müəyyən klasslara bölürük. Bunun səbəbi nədir? Bilirsiniz ki, yəni şəbəkə bir cür olmur. Yəni sizin adi AirPods-unuzla telefonunuzu bir-birinə bağlayanda da, yəni mahnıya qulaq asanda da o qurduğu struktur şəbəkədir. Bütün dünyadakı kompüterləri bir-birinə bağlayan o strukturda, internet dediyimiz, o da şəbəkədir. Yəni ölçüsünə görə, ehtiva etdiyi host sayına görə, yəni cihaz sayına görə şəbəkələr fərqli versiyalara bölünür. Və biz də bu hər fərqli versiyada uyğun IP-ləri təyin etmişik ki, onlara uyğun şəkildə istifadə edək. Məsəl üçün, çox böyük şəbəkələrdə A-klass IP istifadə olunur. Niyə? Baxın, A-klass IP-lərdə sadəcə bu ilk oktet bizə şəbəkəni göstərir. Yerdə qalan hər şey var, bu 3 dənə yerdə qalan oktet. Onlar hər bir cihazda fərqli olur. Hər birində bir dənəsi olur. Yəni bu hər bir şəbəkə daxilində ən başdakı dəyişmir. O bizim şəbəkəmizi göstərir. Yerdə qalan 3 dənə isə dəyişir. Bu da şəbəkə sayını az, amma host sayını çox yüksək səviyyədə təmin edir bizə. B-klass IP-lərdə isə ilk 2 oktet dəyişmir. Burada şəbəkə sayı da ortalama olur. Host sayı da, çünki burada bir okteti şəbəkə üçün, 3 okteti hostlar üçün ayırmışdıq, cihazlar üçün. Burada isə ikisini şəbəkə, ikisini host üçün ayırırıq. C-klass IP-lərdə isə ilk 3 dənə şəbəkə üçün ayrılır. Yerdə qalan o sonuncu var, o host üçündür. Bu da kiçik şəbəkələrdə istifadə olunur. D-klass və E-klass IP-lər var. Bu haqda məlumatınız olsun, amma bunları da istifadə eləməyəsiniz gündəlik şəbəkə qurulmağında. Bunlar multicast, eksperimental IP adresləridir. Yəni klasslardır. Bunlar istifadə olunmur elə. Hətta dərinə gedəcək, birazdan başa salacağım subnetting mövzularında. Əslində klasslar da istifadə olunmur. Çünki artıq classless IP-lər deyilən bir anlayış var. Subnettingi başa salanda birazdan onların üzərindən dəyinəcəm, bir daha keçəcək. Bayaqların bir şey dedim mən sizə. IPv6-ya əslində bizim ehtiyacımız var idi. Niyə? Ünvan sayımız azalırdı, bitməyə yaxın idi. IPv6-yı çıxartdıq ona görə. Amma istifadə eləmədik. Niyə? Çünki NAT, PAT, yəni Network Address Translation protokollar çıxdı və ya Port Address Translation protokollar. Bunların tam ətraflı geniş işləyişini biz router konfiqurasiyalarında görəcək. Sadəcə ümumi məntiqi başa salıram sizə. Bu biz dedik A klass, B klass, C klass.
Baxın, bu A klassdır, bu C klassdır, bu B klassdır, bu da C klassdır. Yanındakı 8, 12, 16 da nəyi göstərir deyəcəm. Bunlar səhv yazılıb bura, üzrlü sayın. Bu 12 yox, 16 olacaqdı. Bu da 24 olacaqdı. Bunlar səhv qeyd olunub. Aha. Biz daxili şəbəkədə, yəni lokal şəbəkəmizdə bu IP-ni istifadə eləyirik. Məsəl üçün, və ya bu IP-dən bir dənəsini biz veririk hosta. Ancaq internetə çıxanda o IP ilə çıxmır şəbəkəyə. Qlobala, yəni o IP ilə çıxmır. Bunlar lokal, yəni və ya private IP-lər sayılır. Niyə belə bir şey var? Niyə daxildə istifadə etdiyimizi xaricdə istifadə eləmirik? Say məsələsini artırmağa görə. Düşünün, bir dənə lokal şəbəkəniz var. Lokal şəbəkənizdə 100 dənə kompüter var. O 100 dənə kompüterin hərəsi bir IP-yə sahibdir. Ancaq router'a gəlib şəbəkədən kənara çıxmaq istəyəndə hamısı bir IP adresi alır. Baxaq görək qoşulan varmı başqa? Yox. Hamısı bir IP adresi alır və onun üzərindən davam edir işinə. Yəni o 100 kompüterin hərəsi bir IP-ni istifadə etməkdənsə 100 dənəsi bir IP-ni istifadə edərək qlobala çıxır. Və siz bu lokalda private olaraq təyin etdiyimiz IP adreslərini qlobalda heç vaxt görə bilmərsiniz. Bunlar qlobal şəbəkədə heç bir ISP tərəfindən, heç bir nə bilim, ağlınıza gələ biləcək istənilən servis tərəfindən bunlar istifadə olunmur. Bunlar sadəcə lokalda istifadə olunur. Və hal-hazırda dünyada məsələn bir dənə IP adresi deyirəm. 192.168.1.5 məsəl üçün. 192.168.1.5-ə sahib bəlkə də milyonlarla kompüter, cihaz var dünyada. Ancaq onlar lokalda istifadə olunur deyə istəyir milyon yox, milyard dənə olsun. Onlar internetə çıxanda o IP adresini atıb routerun onlara verdiyi qlobal IP adresini istifadə etdiklərinə görə o eyni IP adresindən milyon dənəsi olmağında bizə problem törətmir. Bu sayədə də biz IPv4-də hələ də istifadə etməyə davam edə bilirik. Nə qədər ünvanlama sayı az olsa belə, bu NAT sayəsində və ya PAT sayəsində istifadə edə bilirik. IP-ləri də biz belə bölürük. Statik, dinamik, default gateway bu IP bir şey deyil. Deyəcəm nə olduğunu. Statik IP bizim kompüterə uyğun şəbəkədən öz əlimizlə gəlib verdiyimiz IP adresidir. Yəni gedirik onu biz özümüz daxil edirik. Dinamik isə DHCP server. Bu DHCP server adi bir server üzərində də qaldırıla bilər, router üzərində də qaldırıla bilər. Məsələn, evlərimizdə DHCP server modemin öz içərisində inteqrasiya olunmuş olur. Bizə avtomatik olaraq IP verir. Yəni statik IP vermək elə çətin bir iş deyil. Sadəcə düşünsək ki, internetdən, yəni şəbəkədən istifadə edən heç kim, hamı bir net admin deyil. Bunu daha praktik eləməyə görə dinamik IP-dən istifadə olunur və belə düşünün də, yəni evdə bəlkə də 3 dənə, 5 dənə cihazımız var internetə qoşulan, amma böyük müəssisələrdə bu say 100-lərə, 200-lərə, 300-lərə qədər gəlib çıxa bilər. Onlar hamısına dənə-dənə statik IP vermək səmərəli deyil. Ona görə dinamik IP-dən istifadə edirik çox vaxt. Default gateway nədir? Bunu ayrıca bir anlayış olaraq danışaq. Default gateway kobud şəkildə desək, bizim routerumuzun şəbəkəyə bağlı olduğu interfeysinin IP adresidir. Yəni routerun IP adresidir, qısaca elə deyək. Biz şəbəkədən kənara çıxmaq istəyəndə gedirik routerun həmin o IP adresinə biz default gateway-imizə, yəni müraciət edirik. Bunu şey kimi düşünün. Məsəl üçün evin içindəsiniz, otaqlar var, otaqlar arasında gəzirsiniz, siz öz evinizdəsiniz. Kənara çıxmaq istəyəndə, evdən kənara çıxmaq istəyəndə gedirsiniz darvazaya, açırsınız, çıxırsınız çölə. Bizim default gateway-imiz də darvazamızdır. Yəni qlobala çıxmaq üçün bizim müraciət etdiyimiz nöqtədir. O şəkildə düşünün. Yenə deyirəm, birazdan laboratoriya mühitində bunların hamısının dənə-dənə işləyişini görəcəyik. Unicast, broadcast və multicast. Bunlar nədir? Əsas bizə lazım olan burada broadcast-dır. Onun üzərində çox dayanacaq. Bu əslində connection-ların növüdür. Yəni unicast nədir? Adından bəllidir. Bir, tək. Yəni bir cihazın qarşıdakı bir cihaza məlumat göndərməsinə biz unicast deyirik. Broadcast nədir?
şəbəkə daxilindəki bir cihazın şəbəkə daxilindəki bütün cihazlara məlumatı göndərməsi broadcast adlanır. Multicast isə bir cihazın şəbəkənin hamısına yox, müəyyən bir hissəsinə, məsələn 10 dənəsi var, 5 dənəsinə göndərir. 7 dənəsinə göndərir. Müəyyən bir hissəsinə, müəyyən bir aralığına göndərilməsidir mesajı. IP ilə MAC-ın fərqlərini də qısaca dəyinək. IP adres bizim məntiqi ünvanımızdır, yəni dəyişə bilir bu. MAC ünvanı isə fiziki ünvan adlanırlar, bu dəyişmir. IP layer 3-də işləyir, routerlar istifadə edir IP adresi. MAC adresi isə layer 2-də işləyir, buna görə də switchlər istifadə edir. Bura yazıb adətən dəyişmir, bu belədir. Yəni amma MAC ünvanını dəyişmək istəsəz, belə bir variantınız var ki, kompüterin gedib network interfeysini dəyişməlisiniz. Yəni bir növ şəbəkəni qəbul elədiyi o kart var idi. Onu gəlib dəyişsəz, avtomatik olaraq MAC adres dəyişəcək. Çünki MAC adres kompüterin özünə yox, o network interfeysinə, interneti qəbul edən o kart var, yəni şəbəkəni qəbul edən kart, ona verilir. IP ünvanı isə bayaqlarım dediyimiz kimi, statik olaraq yazarsınız, sonra gəlib təzədən dəyişərsiniz, dəyişər. Və ya dinamik olaraq verəndə onsa çox vaxt dəyişir bu, avtomatik olaraq müəyyən müddət olaraq DHCP-nin lease time-ı tamam olduqdan sonra dəyişir. IP ünvanı şəbəkələr arası əlaqə yaradır. MAC ünvanı isə lokal şəbəkə cihazlarının arasında istifadə olunur. Yəni siz lokal şəbəkədə məlumat ötürmək istəyirsinizsə, heç router'a belə ehtiyacınız yoxdur. Bütün şeyləri, kompüterləri bir switchə quraşdırsanız, lokalda məlumat mübadiləsi eləməyə başlaya biləcəksiniz. Əgər amma şəbəkədən kənara çıxmaq istəyirsinizsə, yəni öz lokal şəbəkənizdən başqa bir lokal şəbəkəyə məlumat ötürmək istəyirsinizsə, bu zaman IP ünvanı ehtiyacımız olacaq. IP ilə MAC-ın da bir-birini əvəz eləməməsinin əsas fərqi budur. Yəni mən şəbəkə daxilində MAC ünvanlarla əlaqə qururam. Amma şəbəkələr arası çıxmaq istədiyimdə IP ünvanını istifadə edirəm. O IP ünvanı vasitəsilə gedirəm qarşı şəbəkəyə. Qarşı şəbəkədə yenə mənə lazım olan kompüterin MAC ünvanını tapıram, həmin MAC ünvanına göndərirəm. Amma o şəbəkələr arası keçid var, orada IP ünvanı istifadə olunur. Niyə? Onun da qısaca səbəbinə dəyinim. MAC ünvanı həmişə unikal olur. Yəni bir dənə cihazı göstərir sadəcə. Bir MAC ünvanı sadəcə bir cihazı göstərir. Belə bir sual yarana bilər ağlınızda. Bəs IP də bir cihazı göstərir də. O düzdür. IP bir cihazı göstərir. Amma IP adresi həm də bir şəbəkəni göstərə bilir. Yəni bir topluluğu göstərə bilir. Yəni birazdan subnetting eləyəndə görəcək onsuz da. Şəbəkənin ilk IP adresi network ID adlanır və o şəbəkədə hər hansısa bir cihazı göstərmir. Şəbəkənin özünü göstərir. Yəni mənim qıraqda başqa bir şəbəkədə 5 dənə kompüterim varsa, mən öz şəbəkəmdən ora müraciət edəndə birinci o 5 dənə topluluğa ümumi verilmiş network ID-yə müraciət edirəm. Ondan sonra gedib həmin mənə lazım olan kompüterin IP ünvanına müraciət edirəm. Bu şəkildə. Ünvanlayışlar bu şəkildədir. İndi gəlin biraz da subnettingdən danışaq. Sonra da burada qurduğum lab üzərindən sizə o dediklərimi ümumi şəkildə başa salacağam. Praktiki şəkildə paketləri incələyərək. Subnetting nədir? Bir dənə məsəl üçün private IP adresi yazıram bura. Olsun 192. Gəlin hətta bunu notepad üzərində yazım. Daha rahat görünsün. Olsun məsəl üçün 192, 168, 1, 0 deməyək, 1, 5 olsun. 1, 5. Bu oldu mənim lokal IP adresim. Düzdürmü? Və ya private IP adresim. Gəlin, bu mənim IP adresimdir. Gəlin bunun şeyini də yazım mən bura. Network ID-sini də yazım. O ID-yi də necə tapdığımı birazdan hesablayanda göstərəcəm sizə. Bu da mənim network ID-im. İndi biz bayaqlarım dedik, məsəl üçün bu C-class IP-dir də əslində. Nə dedik biz? Bunun ilk 3 okteti şəbəkəni göstərir. Biz oradan başa düşdük ki, bunun şəbəkə ID-si budur. Çünki dəyişməyən hissə budur.
Yerdə qalan bir dənəsi isə dərsə boşalma istəyən var deyəsən. Aha. Yerdə qalan bir dənə isə bu sonuncu isə bizim şəbəkədəki cihazı göstərir. Yəni bu hissə o deməkdir ki, mənim 192, 168 bir nömrəli şəbəkəm 5-i isə həmin bu nömrəli şəbəkədəki 5-ci cihaz deməkdir. 5 olmaz, olar 6-cı cihaz, olar 25-ci cihaz məsələn. Bu C klassı da. C Hə. klass IP-dir. Bu C klass IP-dir, hə. Okay. İndi gələk subnet maska. Subnet mask nədir? Subnet mask bunu əslində yazanda biz belə bir şey ortaya çıxır da. Yəni 8 dənə 01 burada, 8 dənə 01 burada, 8 dənə 01 burada, 8 dənə də 01 burada. Obşirtdə neçə elədi? 32 dənə 01. Yəni 32 dənə bitim var mənim IPv4-də. Yəni hal-hazırda burada 32 dənə bitim var. Düzdürmü? Bunu ikili say sisteminə çevirsək onsuz da görəcək bunu. Sadəcə dənə-dənə çevirmirəm də, vaxtımızı almayaq. Subnet mask bu 32 bitdən neçəsinin şəbəkə üçün ayrıldığını, neçəsinin isə host üçün ayrıldığını təyin edir. Biz dedik, burada şəbəkəmizi təyin edən hissə budur. Bunun bir dənəsi 8-dirsə, düzdürmü? Demək bizim şəbəkəmizi təyin edən neçə dənə bit var? 24 dənə. 24 dənə bitim mənim şəbəkəmi təyin edir. Yerdə neçə dənə 8-lik qaldı? Bir dənə 8-lik qaldı. Yəni bir dənə axırıncı qaldı. Demək 8 bitdə mənim device-ımı, yəni unutdum adını. Hə, hostumu təyin edir. Onda belə bir yazılış ortaya çıxır. Buna CIDR deyilir, qısaca yazılışı. /24. Yəni ki, mən buna baxanda başa düşürəm ki, bu şəbəkənin ilk 3/8-liyi, yəni ilk 24 biti şəbəkəni təyin edir. Bunun başqa bir yazılışı da var, açıq formada yazılışı, 255-lərlə yazılışı. Bu 255 o deməkdir ki, 1/8'lik, yəni buradakı 8 dənə 01 dedik ya. O 8/01'in hamısı 1 olanda 255 olmuş olur. Yəni ikilikdən istəsəz çevirə bilərsiniz onluğa görəsiniz. 8 dənə 1 yazıb onu onluq say sisteminə çevirmək istəsəz 255 eləyəcək. Bu onu təyin edir. Bu standart olaraq burada yazıram. A klass IP adreslərində /8, B klass IP adreslərində /16, C klass IP adreslərində isə /24 olur. Burada da məsələn bayaqlarım demişdik, məsəl üçün belə bir IP adresi yazmışdıq biz 10.0.0/8. Burada ilk şəbəkə, ilk bu hissə şəbəkəni təyin elədi. Yerdə qalan isə hostu təyin elədi. Ona görə də burada məsəl üçün host sayı çox olur. Burada host sayı mən nə qədər bilirəm? 1 və 254 arası yaza bilirəm. Sual olan var yoxsa? 1 və 254 arası yaza bilirəm. Yəni 254 dənə mənim necə deyirlər? Host yaza bilirəm. Amma burada 1-254 arası bura yaza bilirəm. 1-254 arası bura yaza bilirəm. Və 1-254 arası bura yaza bilirəm. Yəni 3 dəfə bu təkrarlanır. Və bu üstü olaraq təkrarlanır. Çünki belə fikirləşin də. Bura 1 yazdım. Buranı 1-dən 254-ə qədər dəyişə bilirəm. Sonra bura 2 yazaram. 1-dən 254-ə qədər dəyişərəm. Ta ki bu 254-ə çatana qədər mən bu prosesi təkrarlaya bilərəm. Sonra bura 1 yazaram. Aha. Bunu 1 və 254 arasında dəyişə bilərəm. Yəni bu üstü olaraq şey eləyir. Və səhv eləmirəmsə, yəni milyonun üzərində host vermək olurdu bunu. Tam olaraq sayı dəqiq yadımda deyil. Bu şəkildə təyin edirik biz. Bayaqlarım bir şey dedim. Bu klasslar artıq istifadə olunmur. Səbəb nədir? Classless IP adresi deyilən bir şey var. Onu izah eləmədən əvvəl gəlin bir dənə usable host nədir? Broadcast adres nədir? Bunlar necə tapılır onu başa düşək. Biz nə dedik? Gəlin sıfırdan bir örnək yazaq, onun üzərində davam edək. 192, 168, 1.43. Bu bizim olsun IP adresimiz. /24 ilə. Default C klassdır bu. Biz nə dedik?
32 dənə bitim var. 24 dənəsi mənim burada yazdığım, slashdan sonra yazdığım 24 dənəsi şəbəkəni təyin eləyir. O zaman mənim şəbəkəmdə sabit qalan hissə nə olur? Sabit qalan hissə bu 3 dənə olurdu, düzdürmü? 192, 168, 1. Əgər bu slash 24 yox, slash 16 olsaydı, mənim şəbəkəmdə olacaqdı 192, 168. Bu 1 olmayacaqdı. Biz 24 üzərindən davam edirik. Nöqtə qoydum. Yerdə qalan bu 43 var, 43-ün durduğu oktet. Bu dəyişir də. Onun yerinə 0 yazıram. Bu olur mənim şəbəkə ID-im. Yəni bu şəbəkə içərisində cihazları ümumi tək ad altında toplayan ünvan. İlk mənim istifadə edə bildiyim host isə şəbəkə ID-sinin üzərinə 1 əlavə edərək tapıram. Yəni ki, bu mənim ID-imdirsə, bunun üzərinə 1 əlavə eləyəndə olacaq 192, 168, 1.1. Bu mənim ilk istifadə edə bildiyim IP adresimdir. Artıq mən bunu bir cihaza verə bilərəm. Bunu cihaza verə bilmərəm. Bu şəbəkədir. Amma bunu cihaza verə bilərəm. Bu da nə vaxta qədər davam edir? 192, 168, 1, 2 yaza bilirəm, 1, 3 yaza bilirəm, 1, 4 yaza bilirəm. Nə vaxta qədər belə artıra bilirəm? Onu da necə tapırsınız? Şəbəkədəki hostun sayına görə tapa bilirsiniz. Bu da nə qədər olur? Biz dedik 32 dənə bitimiz var idi. 24 dənəsi şəbəkəni təyin edirdi də, hə. Əlimizdə nə qədər qalır? 32-dən 24-ü çıxanda 8 dənə, düzdürmü? Demək 8 bitimiz bizim userlarımızı təyin edə bilir. Buna 2 üstü 8 yazanda 2 üstü 8. Yəni mənim host üçün istifadə etdiyim bit sayını 2-nin üzərinə yazanda bu necə edir? 256 edir, düzdürmü? 256. Bundan da 1 çıxırıq. 255. Demək ki, mənim 255 dənə IP adresim var bu şəbəkədə. 192, 168, 10. Niyə 1-i çıxdım? Çünki ID də var da. Hətta o 1-i çıxmayayım mən. O 1-i çıxmayayım, təmiz hesablayaq. Sonradan çıxarıq onları. 256 dənə IP adresim var da, yəni mənim 0-dan 255-ə qədər. 255 mənim sonuncu IP adresimdir da, düzdürmü? 192, 168, 1.255. Bu mənim sonuncu IP adresimdir. Bunu da yadda saxlayın. Şəbəkənin ilk IP adresi ID-dir dedik. Son IP adresi isə bizim broadcastımızdır. Broadcast nədir? Bir kompüter şəbəkədəki hamıya mesaj göndərmək istəyirsə, broadcast olaraq göndərir. Yəni bu IP-yə göndərir mesajı. Məsəl üçün mən şəbəkədə nətər məsəl üçün 192, 168, 1.15 IP nömrəli kompüterə unicast eləmək istəyirəmsə, mesajı 192, 168, 1.15-ə göndərəcəm normal olaraq. Amma broadcast eləmək istəyirəmsə mən olduğum şəbəkədə 192, 168, 1.255-ə göndərəcəm. Bu broadcastımızdan da bizim 1 çıxanda 192, 168, 1.254 bu da hər hansı bir cihaza verə biləcəyim mənim son IP adresimdir. Yəni istifadə edə bildiyim IP adreslər 192, 168, 1 ilə 254 arasında dəyişir. 1 və 254 də daxil olmaqla. Ona görə də şəbəkədəki IP sayını təyin edəndə biz hostu 2-nin üzərinə yazırıq. Bu IP adresimizdir. İstifadə edə bildiyimiz IP adresini tapanda isə bu tapdığımız ədəddən 2 çıxırıq. Olur 254. Niyə 2 çıxdıq? Çünki birinci bizim ID-imizdir, axırıncı da bizim broadcastımızdır. Bunları heç bir cihaza verə bilmirik. Onların şəbəkədə xüsusi rolu var. Bu isə aydın oldu yəqin ki. İndi gəlin classless eləyək. Yəni bu bir C klassdır. Dedik default olaraq 24 olur da bunun IP adresi, düzdürmü? Mən bunu 16 verə bilmərəm. 16 vermək üçün gərək bu 172 16 ilə başlayar. Yox, əlbəttə ki. 16 da verə bilərəm. Hətta buna 17, 18, yəni 1-dən 30 neçə 32-yə qədər ürəyim istəyən şeyi verə bilərəm, sidri verə bilərəm. Hətta 0 da verə bilərəm. Oralara çox gəlməyəcəm. Ürəyim istəyəni verə bilərəm mən buna. 16 verəndə necə olacaq? Tez biyaxçı hesabladığımız kimi hesablayaq. Nə dedik? 16 nədir? Bizim ilk hissəmizdir da, düzdürmü? Yazdım bura. Bunu şeyə də çevirə bilərsiniz, daha rahat görmək üçün. Tez bazar 16-yı çevirin şeyə. Nədir onun adı? Normal yazılışa. 255, 255, 0, 0. Bu da mən hardan bildim 255, 255, 0, 0'dır. Tez
məntiqlə fikirləşin. Buradakı ədədi bölün 8-ə, tam hissədə neçə alınacaqsa, demək o qədər 255-imiz var. Yerdə qalan hissəyə də 0 yazırsınız. O saat Sabnet maskı tapmış olasınız. Yəni 24 olanda da, məsəl üçün, bayaqlarım 24 idi də. 24 olanda da nə vardı? Biz avtomatik beynimizlə böldük 24-ü 8-ə, 3 dənə elədim. İlk başa 3 dənə 255 yazdım. Bu mənim olduğu Sabnet maskımın açılışı. Baxırım, 255-ə tuş gələn hissələri yazdım bura. 192, 168, 0, 0. 255-ə gələn tuş gələn hissələr oldu mənim şəbəkə ID-im. 0-a tuş gələn hissələrdə yazdım mən 0, 0. Bu mənim oldu şəbəkə ID-im. Sonra nə varmışdıq? 32-dən çıxdıq biz 16-nı və tapdıq ki, bu şəbəkədə neçə dənə host var? 32-dən dahi neçə dənə host biti var? 16. Və 2 üzəri 16 yazaraq da mən bu şəbəkədə neçə dənə host olduğunu tapa bilirəm. Neçə dənə IP adresinin olduğunu tapa bilirəm. 2 də çıxanda neçə dənə host olduğunu tapa bilirəm. İndi bunu hesablamayacağam, gərək yoxdur. Tez bazar gəldim. Bu dedik ki, bizim şəbəkə ID-imizdir. Onun üzərinə 1 əlavə eləyəndə, bu bizim ilk IP adresimiz olmuş olurdu dedik. 192 168 0.1. Ədədi də daxil eləməyə bu hissədən başlayırsınız. 1. Düzdürmü? Bu bizim ilk IP adresimiz oldu. Cihaza verə biləcəyimiz. Bunu bu şəkildə davam edirsiniz. 1, 2, 3, 4, 5, 6, 255-i də verə bilirsiniz burada. Çünki 255 bizim sonuncu IP adresimizdir. Çünki bu hissə də artmağa başlayacaq. 255-ə gələndən sonra 256 yazanda 256 yazılışı yoxdur. Bu avtomatik 0 olur. 1 keçir bura. Sonra başlayırsınız yenə artırmağa. 1, 2, 3, 4, 5, 6, 7, 8 bu şəkildə artmağa davam edir. Ta ki yenə 255-ə çatdı. Siz bunu 256 eləmək istəyəndə yenə bu sıfırlanacaq, gələcək bura 2 düşəcək. Bu şəkildə irəliləyəcək 255-ə qədər. 255 olandan sonra mən bunun üzərinə artıq 1 gələ bilmirəm axı. 1 gəlsəm 256 olacaq. 256 olanda da dedik nə olacaq? Özündən bir sonrakı artmalıdır. Gərək bu hissə arta. Bu hissədə mən hostlarımı təyin edən hissədə oraxı IP adresində. Bu hissə şəbəkəni təyin edən hissədir. Ona görə bu hissə artmayacaq. Bu hissə də artmağa davam edəcək. 1, 2, 3, 4, 5 ta ki 254-ə qədər. 254 artıq mənim istifadə edə biləcəyim son IP adresim olacaq. 255 də gəlib mənim broadcastım olacaq. Bu hissəyə qədər bir sual var. Yox, hələ ki yoxdur. Yəni aydın olur hər bir şey. Hə, aydındır. Mənim bir sualım var, üzr istəyirəm. Buyur. Siz indi dediniz ki, например, 255-ə kimi biz IP adresi verə bilirik, 206-nı verə bilmirik. Amma indi dediniz ki, например, 255-i də verə bilmirik. Niyə? 255-i biz IP adresi olaraq şey eləyə bilirik. İstifadə edə bilirik. Yəni istifadə verə bilirik. Bəli, 206-nı verə bilmirik çünki o broadcastdır. Yox, 256 broadcast deyil. 255 broadcastdır. Deyirəm, mən də deyirəm. Aha. 255 broadcastdır. Bəli, 255 broadcastdır. Gəlin bir dənə onu qısaca deyim, bir daha deyim. Bu hissədəki fərqi başa düşün. Bu 2-yi niyə çıxdığımızı başa düşün. Bu var ha, bu düstur. 2/16. Yəni 32-dən mən şəbəkəmi təyin edən bitləri çıxdım. Yerdə qalan host bitlərim, gəldim 2-nin üstünə yazdım. O alınan ədəd mənim şəbəkədə neçə dənə IP adresim olduğunu göstərir. Baxın, diqqətlə dinləyin. İstifadə eləyə biləcəyim IP adresi demirəm ha. Ümumiyyətlə neçə IP adresim var, onu göstərir. Bu 2-ni də mən niyə çıxıram buradan? İstifadə eləyə biləcəyim IP adreslərini tapmaq üçün. Çünki şəbəkənin Ay yaşa. Biri şəbəkə ID-sidir. Yəni bu 00 olan şəbəkənin ilk IP adresi, şəbəkə ID-sidir. Son IP adresi isə broadcastdır. Bunlar mənim şəbəkəmin daxilində olan IP adresləridir. Amma bunların ikisini də mən heç bir cihaza verə bilmirəm. Bunların şəbəkədə özünün funksiyallığı var, özünün rolu var. Digər IP adresləri, məsələn, bunları çıxmaqla yerdə qalan bütün IP adresləri var ha bu şəbəkənin içində. Düsturdan əmələ gələn say olaraq.
Hamısının funksiyası şəbəkədə bir cihazı göstərməkdir. Virtual yerini dediyi bayaqlarım izah edən IP adresi. Şəbəkədə virtual yerini göstərməkdir. Şəbəkə ID-si isə şəbəkəni göstərməkdir. Broadcast isə bayaqlarım dedim də, yəni mən şəbəkədəki bütün cihazlara mesaj göndərmək istəyirəmsə, IP adresini broadcast olaraq göndərirəm. Bunların ikisinin rolu şəbəkədə tamam fərqlidir. Yəni bir cihazı göstərmək deyil. Ona görə bunları istifadə eləmirəm. O 256 məsələsində sizi çaşdırmasın ha. Sadəcə məntiq olaraq başa düşün dedim. Yəni bura heç vaxt 256 yaza bilmərsiniz. 256 yazanda bu tamamlanmış olduğu üçün sıfıra keçir. Gəlir bura şey yazılır. Bura plus 1 olur. Məsələn 1 idisi olur 2. Şey kimi düşünün də bunu. Birdən 15-ə qədər saymaq istəyirsiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 olandan sonra belə deyək də. Baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Mən 9-un üzərinə 1 gələndə bu hissəyə 0 düşdü, qarşısına 1 gəldi, oldu 10. Düzdürmü? İndi mən 20-yə qədər 25-ə qədər saymaq istəsəm, yenə sayacağam 11, 12, 13, 14 və s. və s. 19 olandan sonra mən bura 0 yazacağam, gəlib qarşıya 1 artıracağam. Onu da o şəkildə düşün, saymaq kimi düşün. Hər 255-dən sonra 1 əlavə edəndə o qarşıya keçir. 1 olaraq. Plus 1 olaraq qarşıya keçir, öz yerini 0-a verir. Eyni şəkildə burada saymaq kimi düşünün. Adi onluq say sistemində saymaq kimi düşünün. Qəliz bir şey deyil. Aha. Bu hissədə sual qaldı. Sual yoxdursa, keçirəm klasslı sahiblərə. Sual yoxdursa, keçirəm klasslı sahiblərə. Klasslı sahiblər nədir? Əslində bu izah elədiyimiz də bir klasslı sahib idi, amma default idi deyə rahat başa düşülürdü. Çünki şəbəkə hissəsi ilə host hissəsi tam olaraq ayrılmışdı. İndi tam olaraq ayrılmayan bir versiyaya baxaq. Məsəl üçün, /15. Bayaqlarım dedim mən. Bu bitlərdən, bunun subnet maskın açılışını yazmaq üçün tez bunu 8-ə bölün, tam hissəsi qədər 255 yazın bura. İndi bunu 8-ə böləndə bir tam hissəm alınır. Çox gözəl. Gəldim mən bura 255 yazdım, bomba kimi. Bəs yerdə 7 dənə qalığım var axı, mən ona qaracam. Onu mən 255 olaraq yazanmaram axı. Tam 8 olmalıdır ki, 255 olaraq yazım. Baxın, bu hissədə klasslı sahiblərin əsas məsələsi başlayır. Bu 255-in birinci hardan gəldiyini başa düşək. Baxın, bura bir ədədlər yazacağım bir neçə. 128, 64. Hansı ki bunlar IP hesablayanda həmişə axlınızda olmalıdır. 8, 4, 2, 1. Bunların hamısı 1 olaraq düşünün. 8'im var mənim. Baxın. 8'i böldüm, 15'i böldüm 8'ə. Bir tam hissəm oldu, 7 də qalığım oldu, düzdürmü? Bu 255 niyə tam hissə olan kimi bura gəldim 255 yazın deyirəm. Çünki bu 8 dənə 1 yazsam mən bura. Baxın, 8 dənə birim vardı. Çünki bunu tam hissəyə böləndə 8 dənə birim oldu. Dedim axı mən, bunların hər biri 8'liyə ayrılıb. 8 dənə 1 yazıram bura. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu hər birinin bir dənəsi buradakı bir ədədə uyğun gəlir. Yəni belə baxıram. Görürəm ki, mənim birinci birim var, düzdürmü? O görə 128'i qoyuram qırağa. 128. Bu lower dildə başa salıram sizə. İkinci birimdə var. Üzərinə 64 gəlirəm. Üçüncü birimdə var. Üzərinə 32 gəlirəm. Dördüncü birimdə var. Üzərinə 16 gəlirəm. Ta ki 8'ə qədər. Düzdürmü? 5-ci birimdə var. Üzərinə 8 gəlirəm. 6-cı birimdə var. Üzərinə 4 gəlirəm. 7-ci birimdə var. Üzərinə 2 gəlirəm. 1-ci birimdə var. 8-ci birimdə var. Üzərinə 1 gəlirəm. Bunların hamısını toplayanda mənə 255 verir. İndi buradan mən aydın məsələdə qalıq hissəm 7-dirsə, Burada bu səfər nə qaracam? Yenə eyni məntiqlə. Birinci birim var, 128 gəlirəm. İkinci birim var, 64 gəlirəm. Üçüncü birim var, 32-ni gəlirəm və s. və s. Nə qədər birim varsa bu sırada ona uyğun olaraq bu ədədləri toplamağa davam edirəm. Yəni 7 dənə birim varsa ilk 7 dənə toplayacağam.
Bu onluqdan, ikilikdən onluğa keçmək kimidir də. Hadi onsuz da bunun məntiqi odur. İkilikdən onluğa keçməkdir. Sadəcə rahat dildə avtomatik hesablaya bilin deyə deyirəm bunu. Tamam. Plus 4 plus 2. Bu mənə verəcək 254. İndi bu 15 yox 14 olsaydı, mənim qalıq hissəm olacaqdı 6. Onda da bunun üzərinə 2 gəlməyəcəkdim. Olacaqdı bu da 252. Elə 6 qalıqda 14 üzərindən davam edəcək. Bu gəldim yazdım bura. 252. 0 0. Bu mənim oldu subnet maskım. Mən bayaqlarım bir şey demişdim. Subnet maskı hesablayanda, yəni şəbəkə ID-sini daha doğrusu hesablayanda hər 255 gördüyünüz hissəyə bir dənə hər 255 gördüyünüz hissəyə olduğu kimi yazın. Tamam, bu 255'i gördüm 192'nin altında. 192 olduğu kimi yazdım. Yaxşı, yenə bir sual çıxır. Bu 255 deyir axı, bəs mən bunu nə qaracam? Bunu nətər yazım mən bura? Çünki görürəm ki, burada 8-dən əlavə mən 7 dənə də bitim var şəbəkəmi göstərən. Bu necə olacaq? Bunu mən 0 olaraq yazıram. 255'ə tamamlanmayıbsa. 0 olaraq yazıram. O birisiləri də 0 olaraq yazıram. Subnetə ayırmaq deyirlər buna. Yəni alt şəbəkələrə ayırmaq. Mənim /14 ilə yazanda birdən çox şəbəkəm var artıq bunların içərisində. Bu IP adresindən mən birdən çox şəbəkəm ortaya çıxacaq. 192.168.0.0 mənim artıq ilk IP-mdən əlavə olaraq ilk şəbəkəmin ilk IP-sidir. Üzərinə bir gələndə 192.168 192.168 yox, üzr sayın. 192.0.0.1. Bu mənim ilk şəbəkəmin istifadə olunan ilk biti oldu. Yaxşı, indi belə bir sual mənə gəlir. Mən hardan biləcəm ki, burada neçə dənə şəbəkəm var mənim? Aydın məsələdir. Bunu da rahat hesablamaq üçün sizə wildcard maskı nə olduğunu deyim. Sadə bir şeydir. Burada 4 dənə 255 yazırsınız. Və bu ədədi bundan bunu çıxırsınız alt-alta. Nə olmuş olur? 0. Bunu çıxanda neçə eləyir? 4. 255, 255. Bu mənim wildcard maskım olur. Wildcard mask mənə nəyi göstərəcək? Birinci şəbəkəmin, mənə hər şəbəkəmin sonunu göstərəcək. Yəni, hər bir şəbəkəm mənim bir digərindən 4, 255, 255 olaraq ayrılır. Yəni, gəlirəm, avtomatik olaraq. Bunu ilk şəbəkə ID-min üzərinə gəlirəm, toplayıram, yəni 192, 168, 4.255, 255. Bu mənim birinci şəbəkəmin broadcastı olur. Bundan da bir çıxıram. Nə demişdik biz? Broadcastdan bir çıxanda son istifadə olunan IP adresini tapırım. Bax, açdım yenə buraya 168 yazdım. Bu şəkildə 192, 4, 255, 255. 192, 4, 255, 254 də mənim birinci şəbəkəmin istifadə oluna bilən, baxın, istifadə oluna bilən, yəni cihaza verilə bilən. Cihaza verilə bilən son IP adresim olmuş olur. Düzdürmü? Digər şəbəkəmi isə, mənim digər şəbəkəm isə, bunun üzərinə bir gələndə başlayır. İkinci şəbəkəmin başlanğıcı olur 192, 168. 168 yenə. 192, o qədər öyrəşmişəm ki, işdə zadda da 192, 168, 192, 168 avtomatik gəlir. 192, 5. Baxın, dediyi bunun üzərinə 1 gələndə bu 256 olur. Qarşıya 1 gəlir. Baxın. 100 gəlin belə yazım. Onu əyani şəkildə göstərim. Bunu 256 elədim. Çünki üzərinə 1 gəlirəm. Bu avtomatik 0 oldu. Bunu da 4 yazım. 1 yadımda idi. Gəlirəm 1-i bunun üstünə. Bu da 256 olduğu üçün avtomatik 0-a getdi. Bu birim gəldi, düşdü bura. Heç nə. Bu da oldu mənim ikinci şəbəkəmin ID-si. Bunun üzərinə 1 gələcəm. 192, 168. 192, 5. 0.1. Bu da mən ikinci şəbəkəmin istifadə oluna bilən ilk IP-si oldu. Gəlirəm bu wildcard maskımı ikinci şəbəkəmin ID-sinin üzərinə gəlirəm. Toplayıram yəni. 192, 9, 255, 255.
Bu da oldu mənim ilk şəbəkəmi, ikinci şəbəkəmin broadcastı. Yenə eyni proses. Bir çıxdım üzərində bundan elədi İstifadə olunan 9 son IP. 255 254. Bu da oldu mənim son IP adresim. İndi gəlin sürətli şəkildə üçüncü şəbəkəni də hesablayaq. Nə dedik? Üçüncü şəbəkəni hesablamaq üçün ikincinin özündən bir əvvəlkinin broadcastın üzərinə 1 gəlirik. 1 gələn kimi nə eləyəcək bu? Gəlin buradan yazaq. 192 168 Broadcast'ın ID'si. nətər? Broadcast'ın ID'si. Nətər? Bir də de. Broadcast'ın üstünə gəldikdə. Hə, broadcastın üstünə 1 gələndə, məsələn, ikincinin broadcastın üzərinə 1 gələndə üçüncünün ID-sini verəcək. Üçüncünün broadcastın üzərinə 1 gələndə dördüncünün ID-sini verəcək. Yaxşı. 192 10 0 0. Bu oldu mənim üçüncü şəbəkəmin ID-si. Bunu da gəlirəm üzərinə 1 əlavə edirəm. 192 168 192 10 0.1. Bu mənim oldu ilk istifadə oluna bilən IP-im. Bu ID-nin üzərinə gəlirəm, əlavə edirəm wildcat maskımı. Olur 192 14 255 255. Bu oldu mənim üçüncü şəbəkəmin broadcastı. Bir də çıxanda üçüncü şəbəkənin istifadə oluna bilən son IP adresi olmuş olur. Bu hissədə bir sual var. Yox. Yoxdur. Hər kəsə aydındır. Digərləri Sabir, Maya. Suallarınız varsa çəkinmədən deyin. Bu səssizliyi yox olaraq qəbul edirəm. Tamam. Bugün nəsə biraz zəiflikdir. Keçən dərs çox adam vardı. Bu dərs nəsə zəiflikdir. Hə. Bu hissədə bir qaranlıq yoxdursa, wildcat maskının da necə hesablandığını dedim. Bir dəfə sürətli bir şəkildə üstündən keçəcəm. Wildcat maskı hesablamaq üçün birinci subnet maskımızı hesablayırıq. Onu hesablamaq üçün nə qardıq? Bizə verilən bu sidr dəyərini 8-ə böldük. Tam hissə qədər 255 yazdım. Məsəl üçün burada olsaydı 23 8-ə böləcəkdim. Tam hissəm eləyəcəkdi 2. Qalığım eləyəcəkdi 7. Tam hissəm qədər 255 yazdım tez bazar bura. 2 dənə tam hissəm var. 255, 255. Yerdə qalan qalıqlar qədər o bayaqlarım yazdığım ədədlər var idi. 128, 64 falan filan. Onun ilk 7-sini toplayıram, eləyir 254. Axırıncıya da 0 yazıram. Bu mənim oldu subnet maskım. Tez bazar bunu 4255-dən çıxıram. Birinciyi çıxdım 0, ikinciyi çıxdım 0, üçüncüyü çıxdım 1, dördüncüyü də çıxdım 255. Bu da oldu mənim wildcat maskım. Gəlirəm. Bunları silək. Gəlirəm. Baxıram, uyğunlaşdırıram. 192-nin altına bir dənə 255 uyğun gəlir. Yəni demək ki 192 dəyişməyəcək heç vaxt. 168-də də bir dənə 255 uyğun gəlir. Baxın bu 255-dən gedir söhbət. Demək 168 də dəyişməyəcək bu səfər. Baxıram görürəm ki 1-ə 255 uyğundur. 254 uyğundur. Onda 1 getdi 0-a. Bir dənə də 0-ım olsa burada 0-dır deyə gəldi. Yəni 255 olduğu halda buradakı oktet olduğu kimi qalır. Yerdə qalan bütün hallarda dəyişir. Bu mənim oldu ilk IP adresim. Yəni şəbəkə ID-im. Bunun üzərinə wildcat maskı gəlirəm. 192 168 baxın 1 255.1.255. Bu mənim oldu broadcastım. Ta istifadə olunan IP-ləri yazmıram, o aydın məsələdir. Baxan kimi görünür onsuz. 1-2 dənəsini hesablayaq bunu sürətli bir şəkildə. İnternetdən sizə subnet kalkulyator üzərindən sonra yoxlayaq. Baxın görək düzgün hesablamışıq. 192 168. Bunun üzərinə tez bazar 1 gəldim. Elədi 2.0 mənim bu IP adresim. Sonra bunun da üzərinə təzədən wildcat maskımı gəldim. 192 168 3.255. Yəni gəlin subnet kalkulyatorundan bunu yoxlayaq. Subnet kalkulyator nədir? Bu elədiyimiz prosesləri avtomatik bizim üçün hesablayan, necə ki normal kalkulyator var, bizim riyazi şeyləri hesablayırıq. Subnet kalkulyatorumuz da var. Yəni baxın görüm neçə dəqiqə? 49 dəqiqə. Aha. Qəşəng. Sürətli izah eləmişik. Packet Racer'da baxmağa da vaxt qalacaq. Tez bazar bir dənə subnet kalkulyatora girək. Subnet
kalkulyator. Standart istənilən sayta girə bilərsiniz. Mən ən çox istifadə etdiyim bu da ən başda bu çıxır. İndi deyərsiniz ki, kalkulyator var isə biz niyə bu qədər şey öyrəndik? Lazımdır. Məntiqdə lazımdır. Çünki sabnetin nə olduğunu indi deyəcəm. Birinci hesablamağı keçdim, onu unutdum nə olduğunu, niyə istifadə etdiyimiz demək. O sabneti qurarkən bizə tam dəqiq hesablamaqları, ədədlərin neçədən içində IP var, hansı broadcast zadı, onları bilməsək belə təxmini bilmək lazımdır ki, hə, orada neçədən nəsə əmələ gələcək. Təxmini bunu bilmək lazımdır. Səbəbini də deyəcəm. Tez bazar sadəcə bunu hesablayaq görək, düzgün hesablamışıqmı? Bizim IP-miz nə idi? 192, 168, buraya yazmışdıq da. 1.43. Hə, bu arada. Məsəl üçün, desə ki, 192, 168, çünki sual verilə bilər bizə. 192, 168, 1.43 neçənci sabnetin daxilindədir? Baxıram ki, 192, 168, 1.43 elə birinci sabnetin daxilindədir. Buraya yazsaydı, məsəl üçün, 3.43, o deyəcəkdim ki, hə, buradadır. Yazsaydı, məsəl üçün, bura 6, nə bilim, 73, yəni hesablayacaqdım dənə, görəcəkdim ki, məsələn, bu neçəncinin içinə düşür. Yazaq, məsəl üçün, elə baxaq mı? 6.73 üzərindən ilərləyək. 6.73 slash neçə idi bu? 23 idi səhv eləmirəmsə. Slash 23, buradan da gəldik. Slash 23 seçdik. Calculate tıkladıq. Baxın. Birinci 192, 168, 00 istifadə edə bildiyim. Üzərinə 1 gəldim. Sonuncu da ki, broadcastdan 1 çıxdım. İkinci, bunun üzərinə 1 gəldim. Elədi 2. Üzərinə wildcard maskın gəldim. Görürsünüz, bu şəkildə davam edir. İndi bizim bu verdiyimiz IP adresində məsələn, baxaq görə neçəncinin içərisindədir. 673. 673 olacaq burada. 61 ilə 7254-ün arasındadır. Burada olacaq. Bu şəkildə də bizim neçə dənə sabnetimiz var, görürsünüz burada. Sabnetlərin sayını hesablamaq üçün də qısa bir düstur verim sizə. Bu tam hissə var idi. Məsəl üçün, yerdə qalan qalıq var idi, daha doğrusu. Onu 2-nin üzərinə yazanda, 2 üstü 7 yazanda. Neçə edir 2 üstü 7? Səhv eləmirəmsə 128 eləməlidir. 128 dənə demək ki, 6 şəbəkəmiz var. Yaxşı, 6 şəbəkə nədir? Biz şəbəkəni fiziki olaraq 2 şəbəkəyə bölə bilərik. Düzdür. Məsəl üçün, eyni routerun fərqli ayaqlarına bağlayarıq şəbəkəni və bölərik beləliklə. Amma bizə çoxlu, məsəl üçün 128 dənə bu örnəkdə 6 şəbəkə lazımdırsa, belə çıxır ki, mənə 128 dənə routerun ayağı lazımdır və ortalama bir routerda port sayı bir əlin barmağını keçməyəcək saydadır, yəni çox azdır. Mənə bir 30-40 dənə router lazımdır ki, mən 128 dənə 6 şəbəkə quram. O 30 dənə, 40 dənə router nə qoymağa yer olur, nə maliyyət cəhətdən olur, nə kabelləşmə, nə fiziki cəhətdən, yəni mümkündür, yəni onu qurmaq. Demək olar ki, mümkündür. Bu zaman 6 şəbəkələrdən istifadə edirik biz. Fiziki olaraq yox, virtual olaraq şəbəkəni bölürük. 128 hissəyə, 128 parçaya bölürük. Və dedim, təxmini sayın bilmək lazımdır. Harda lazımdır? Məsəl üçün də, mən şəbəkəni 3 yerə bölmək istəyirəmsə, şəbəkəni 4 yerə böləndə də mənim 3 hissəm olmuş olur. 15 yerə böləndə də mənim 3 hissəm olmuş olur. 20 yerə böləndə də mənim 3 hissəm olmuş olur. Ən uyğun, optimal variantı seçə bilmək üçün bu sabnet hesablamalarını bilmək lazımdır. Ümumiyyətlə, IP-nin hesablamalarını, bu sabneting məsələlərini, IP adresləri zadı düzgün başa düşmək lazımdır. Məsələn, mən bu kursu keçən dəfə də sizə demişdim. Nəzər dərs demək olaraq ki, keçməyəcəm. Amma bu o qədər vacib məsələdir ki, mən bunu nəzər olaraq keçmək istədim. Bundan sonraki dərslərimizdə də inşallah başlayacaq gələn dərsdən switch konfiqurasiyalarına. Onları switch router konfiqurasiya elədiksən, görəsiniz bu IP adreslərinin nə qədər önəmli olduğunu. Məncə artıq buradan bir sual qalmadı. Public private IP adresinin nə olduğunu bildiniz, subnetin nə olduğunu bildiniz, subnet maskın, wildcard maskın nə olduğunu bildiniz. Bu subnet maskın da görəvi odur ki, şəbəkədəki bu IP adresim var, onu hesablayanda o məlum məsələ idi, biz görürdük. Şəbəkədəki neçə bitin network biti, neçə bitin host biti olduğunu təyin edir. Yəni, baxın, 8, 8, 7, 23.
23 dənə mənim demək network bitim imiş. Yerdə qalan nə qaldı? 1.8-imiz burada qaldı. Bir dənə də 1-imiz burada qalmışdı. 9. 9 dənə də şəbəkəmiz var. Daşı host bitimiz var. Bunun həqiqətən də belə olduğunu görmək istəyirsinizsə, məsəl üçün 9 yazarsınız. Çıxaq 2 yazarsınız. Neçə edir 2 üstü 9? 200 512. 512. 2 ilə çıxanda 510. Demək 510 dənə IP adresimiz var imiş də. Hər subnetdə 510 dənə IP adresimiz var. İstifadə oluna bilən. Yoxlayaq. İlk 255-imiz burada. Bunu 255-ə qədər artıra bildik. Bunu da 254-ə qədər artıra bildik. Daha doğrusu belə deyək də. Gözləm bizə dəqiqə. Bizə dəqiqə. Belə yazaq. 0 1 1 254-də bizim sonuncumuz olacaq da, hə. Bunu saysaz görəsiniz ki, həqiqətən də 510 dənədir. 510 dənə IP adresimiz var bizim burada. Çünki 1 2 3 4 5 6 7 8 9 254-ə qədər ta ki bura 254-ə qədər qiymət aldı. Burada bura sonra 1 olacaq dəyər, yenə 254-ə qədər qiymət alacaq. 254 ilə 254 toplayanda neçə edir? 510. Yox, 508. Yerdə qalan 8. 2 dənə də bizə dəqiqə. 2 dənə hara yoxa çıxdı? 512 eləyirdi. Buradan 2 çıxdıq, usable-ları tapdıq. 1 2 3 4 5 6 7. Aha, 2 dənə hara gedib? Unutdum onu. 1 250 burada 254-ə qədər yox, 255-ə qədər artıra biləcək. Çünki bizim bunu belə yazanda bu bizim son IP adresimiz olmur. Ona görə bunu 255-ə qədər artıra biləcək. Bunu 250 və bir də bunu da belə yazanda 1-0 olaraq yazanda bu da bizim network ID-miz olmadığına görə, yəni bunu belə deyim də, bunu 1-dən 255-ə qədər sayacaq. Daha doğrusu 0-dan 255-ə qədər saya biləcək. 0 daxil olmamaqla da. Bunu da 0 daxil olmaqla 254-ə qədər saya biləcək. Yəni bilmirəm çatdıra bildim fikrimi ya yox. Yəni bu bizim son IP adresimiz deyil şəbəkədə. Ona görə bunu broadcast olaraq götürmürük. Amma belə olsa broadcast olaraq götürürük. Bu da bizim network ID-imizdir. Ona görə bunu network ID olaraq götürmürük. Bu da bizim network ID-imiz. Birinci subnet. Bu məsələlər aydın oldu. İndi icazənizlə bir stəkan su içim. Sonra keçib paket tracer üzərindən bunu bir izah edək. Dediklərimizi bir başa düşün. Bunu praktik şəkildə izah etmədən öncə soruşaq görək. Başa düşməyən, qaranlıq qalan bir hissə. Vallahi hələ ki nəzəri olaraq başa düşmüşəm. Praktikada biraz çətinlik çəkmək olar. Məncə normaldır. Biraz nöqtələr falan adamın beynini qarışdırır. Əslində məntiqi tutsanız görəsiniz ki, normal ədəd toplamaq, çıxmaq, bölməklə, vurmaqla eyni şeydir. Sadəcə o arada nöqtələr var deyə biraz adam çaşır. Sonda sizə çox problemli deyil məncə. Amma bir test nətər? eləyə bilsək, test zad eləyə bilsək bunun üstündə. İndi onu da Ya da nəsə. axıra çatanda deyəcəm. Sizə bir sayt önərəcəm. O sayt üzərindən subnetting məsələləri həll edə bilərsiniz. Yəni girib özünüzü yoxlaya bilərsiniz, praktik edə bilərsiniz. İkimiz qalmışıq. Hədə pis. Lap yaxşı. Aha. Gəlin bu topologiya üzərindən şey eləyək. İzahımıza başlayaq. Və mən dərsin başında bir şey demişdim. Biz IP adresini, MAC adresini öyrənmək üçün istifadə edirik, düzdürmü? Bəs nə tər gerçəkləşir bu məsələ? Bu məsələ ARP protokolu vasitəsilə gerçəkləşir. Gəl indi MAC adresi, məsələn, baxın, bax. Bu bir daxili şəbəkədir. Bu da bir daxili şəbəkədir, bu da bir daxili şəbəkədir. Hardan başa düşürəm mən bunu? Hamısı eyni switchə birləşib, bu kompüterin ikisi də bir switchə birləşib. Bu ayrı. Bu halda yəni biz MAC-la da əlavə edə bilərik də. Sən bayaq bunu deyirdin.
bu iki kompüter bir-biri ilə MAC-la əlaqə qura biləcək. Niyə? Çünki ikisi də bir şəbəkədədir. Hardan başa düşürəm mən bunun ikisinin eyni şəbəkə olduğunu? İkisi də eyni switchə qoşulub, fərqli switchə qoşulmayıb. Və o switch də gedib routerun eyni bir portuna qoşulub da. Yəni başa düşürsən, belə iləridə sonra məsələn şəbəkə üzərində buradan da gəlib bu hissəyə çıxasan, buradan da gəlib bu hissəyə çıxasan. Bu şey başqa şəbəkədədir. Çünki başqa bir switchə qoşulub, o switch də routerun başqa bir portuna qoşulub. Eynilə yəni burada tamam fərqli konfiqurasiyalar var. Burada statik root yazılıb, nə bilim nə yazılıb. O hissələrə hələ gəlmirəm. Sadəcə işləyişi tutmaq üçün qurmuşam. Sadə bir şeydir ki, öz qorxulacaq bir şey deyil bu əslində. Aha, indi baxaq məsəl üçün şəbəkə daxilində necə baş verir. Baxın, bax. Bunun MAC adresini görürsən də. Bu kompüterin MAC adresi qıraqda yazır bax. Mausu tərpədib üstünə gətirsəm gedəcək. Ən qıraqda yazır MAC adresi. Gördüm. 00Y0 00Y0 o. Bu MAC adresi nədir? 00 D0 nə bilim nə. Bu arada bu kompüterlərin 2 dənə network kartı var deyə fikir ver. Ən qarşısına fikir ver o MAC adresinin yazıldığı. Fast Ethernet 0, bir də Bluetooth. Bluetooth olan bizim wireless network kartımızdır. Simsiz. Simsiz o. Bizə Fast Ethernet lazımdır. Çünki biz kabel üzərindən birləşdirmişik. O MAC adresinə baxaq. Gəl indi bir dənə ping ataq. Bu kompüterin IP adresinə baxaq bir dənə. 210. Biz 210 IP adresini bilirik. Bir dənə ping ataq və simulasiya moduna keçək, paketləri də izləyək. Ping ataq. 192, 168, 2.10 idi da, düzdür mü? Atdım. Bax, mənim ICMP paketim gəldi. ICMP pingi daşıyan protokoldur. Gəldi switch. Bax, bir dənə paket açaq, içinə də baxaq. 2.5 mənim öz IP-imdir, yəni source IP-dir. Destination IP isə budur. Bura bax. Görsən, bu mənim öz MAC adresimdir. Bu da mənim qarşıya göndərmək istədiyimin MAC adresidir. İndi bunlar öz aralarında deməli, dedi. Deməli, o məktub işarəsi olan göndəriləndir də. Yox, məktub işarəsi olan yox. Bu məktub göndəriləcək mesajdır. Bu məktubu açıram için oxumağa. PDO deyirik də biz bu məktuba. PDO-nu açıram. Görürəm içində belə məlumatlar yazılıb. Bax, IP layer 3-dədir, MAC adres buradadır. İndi bu switch-ə gələndə bu hissə yoxa çıxacaq. Çünki switch layer 2-də işləyən cihazdadır. O router'a getməyəcəyi üçün layer 3 səviyyəsi silinəcək onda. Sadəcə layer 2 qalacaq. Layer 2-yə də baxsın. Source, yəni birinci yazılan mənbə mənim MAC adresimdir. İkinci yazılan isə destination, yəni hədəf MAC adresidir. Burada da yazılan, bax qısaca da yazıb. 2.5 mənim öz IP adresimdir, destination IP. 2.10 isə mən ən başdan oxumadım. Source IP, mənim öz IP-im, destination IP də göndərmək istədiyim. Bu da mesaj type nədir? ICMP mesajıdır. Göndərdim, bu ilərlətdim. Gəldi switch-ə. Switch-ə gələndə paketi bir də açaq. Görsən, layer 3 getdi. Out ində ki, o nə deməkdir? Bu paket bura girir, sonra buradan çıxaraq təzədən. Girəndə bu haldaydı. Fikir ver, girəndə bu haldaydı. Çıxanda bu halda düşür. Yəni, burada indi bir şey baş verməyib, çünki sadəcə port dəyişib, fikir ver. Fast Ethernet, switch-in Fast Ethernet 0.1-də idi, keçib indi şeydə. Burada elə bir dəyişiklik baş vermir. Switch göndərəcək bura. İndi orada göndərdi. Broadcast elədi. Göndərdi bura. Bu mesajı aldı. Dedi ki, hə, bu mənim MAC adresimdir. İndi fikir ver. Bu səfər source-la destination'ın yeri dəyişdi. Niyə? Çünki mesajı mən qəbul elədim. Bu birinci PC mesajı qəbul eləyən yox, göndərəndir. Qəbul elədi, oxudu, indi cavab göndərir. Avtomatik olaraq mənbə ilə hədəfin yeri dəyişmiş oldu. Bu da gələcək bura, qaydacaq bura. Bu da bura qayıdıb təsdiqlənəndən sonra mən açıb CMD baxsam, görəcəm ki, birinci mesajım, birinci pingim gedib. Pingdəki 4 dəfə təkrarlanır. Default. Gəliş, gediş. Bir də bir şey soruşum. Pingi göndərəndə sən unicast eləyə bilirsən onu?
Onsuz da ping unicastdır. Fikir ver. Mən ping yazanda nə yazdım? İminli bir dənəsinin IP adresini yazdım. Daha hara yazmışam bura? Aha. 2.10. Yəni 2.5-dən mən özüm 2.5-əm. 2.10-a unicast elədim. Prosta switch-ə gələndə o broadcast oldu. O oralara girmə çox dərin məsələlərdir olar. İndi göstərəcəm. Yaxşı. İndi gəl bunun ARP table-ını silək. ARP-ın nə olduğunu bayaqlarım dedim də. ARP MAC adresi tapmaq üçün IP-dən istifadə edən protokol. Gəl bu ARP table-ını silək. ARP dash d-la sildik. Bu heç bir şeyi yadında saxlamır. Bu şeyi bilmir. Bunun MAC adresini artıq bilmir. MAC adresini bilmir. Gəl switch-in də MAC table-ını silim. Bu da ARP dash d-la idi. Yoxsa səhv bu ARP dash d-la deyildi. Bunu unuttum bax. Enable-a keçək. ARP. ARP. Nəysə, bunun MAC table-ını silməyə məncə ehtiyac yox idi. Yəni bu biaqçının eynisi baş verəcək. İndi gəl şəbəkədən kənara ping atmağa çalışaq. Yəni bura. Buna bir dənə mən IP adresi verim. 192.168.1.5 verək. Bu 1.0 şəbəkəsindədir. Bax 4 dənə 255 avtomatik gəldi. Yəni 192.168.1.0 şəbəkəsinin 5-ci şeyi, cihazı. İndi mən 5 verdim. İstədiyin ədədi verə bilərsən 254 kimi. Burada default gateway yazıram. Default gateway nə idi? Bizim şəbəkədən kənara çıxmaq üçün istifadə edəcəyimiz routerun portudur. Bu gigabit ethernet 00 yazılıb. Switch-in qoşulduğu routerun portu. Bunun IP adresi 192.168.1.1-dir. Best practice olaraq da şəbəkənin istifadə oluna bilən ilk IP adresinin və ya son IP adresinin routerun default gateway-nə verilir. Yəni cihazın default gateway olaraq təyin edirlər. Yəni routerun portu olaraq. Bu bir şərt deyil. Şəbəkənin istifadə oluna bilən Loboy IP adresini verə bilərsən routerun portuna. Amma yadda qalan olsun deyə, bir standartı olsun deyə belə edirlər. İndi gəl 1.5-ə ping atmağa çalışaq. 192.168.1.5. Simulasiya modunda açaq, izləyək paketi. Atdım. Bax, bu dəfə 2 dənə paket əmələ gəldi, görürsən? Bax, buradan da baxsaq, birincisi ARP-dır, ikincisi ICMP-dir. İndi izləyək, görək nə olacaq. Birinci ARP paketim gedir. Bax, buradan da. Birinci ARP paketim gedir. ARP paketim gəldi switch-ə. Bax. Görürsən FFF-lər. 4 dənə FFF var. FFF də nədir? FFF broadcast deməkdir. MAC adresinin IP adresinin broadcastı nə idi? 192.168 məsələn 255.255 deyildi məsəl üçün. Bu şəbəkə üçün olacaq 192.168.2.255. FFF-lərdə 4 dənə FFF. İndi burada 3 dənə qeyd edilib. Sadəcə bunu nöqtələrlə ayrılıb da, normal MAC adresdə 2 dənədən bir tire olur. Nəysə, yəni hamısı F olanda bu şey deməkdir, broadcast deməkdir. Yəni bax, mənim source-um budur. Bu mənim öz MAC adresimdir. FFF-ə göndərirəm, yəni şəbəkədə hamıya. İndi switch gör nə qaracaq. Switch bunu həm bura göndərəcək, həm bura göndərəcək. Çünki birinci kompüter şeyi öyrənmək istəyir. Bunun MAC adresindən əvvəl internetə çıxacaq o default gateway var idi, routerun ayağı. Onun MAC adresini öyrənmək istəyir. Ona görə ilk ARP mesajını hamıya göndərdi. Bax, bu düşürdəcək paketi. X elədi. Deyir ki, yəni bu 1-1-ə göndərir də. Bax. Baxsaq burada 2-1-ə göndərir. Bu şəbəkə 2 idi. 2-5 2-1-ə göndərir. Deyir ki, qardaş, bu deyir ki, mən 2-1 deyirəm. Mən 2-10-am. Düşürtdü paketi. Bu deyir ki, hə 2-1 mənəm. Öz MAC adresin, fikir ver, öz MAC adresin. Bax, FFF ilə gəlmişdi, düzdürmü? Source-dan FFF ilə gəlmişdi. Altda öz MAC adresini yazdı source-a, destination-da mənim MAC adresimi yazdı. Öz MAC adresini göndərir ki, qardaş, mənim MAC adresim budur. Sən ICMP paketi göndər mənə. Sən şəbəkədən çölə çıxmaq istəyirsən, o iş mənlikdir. Göndər sən paketi, ping paketi ICMP-ni yəni mənə. ARP da gəldi çatdı buna. Bu da deyir ki, çox sağ ol qardaşım. Mən sənin MAC adresi öyrəndim. ICMP paketi hazırlayıram. Göndərirəm sənə. Çıxardı o şəbəkədən qırağa, qalanı səninlikdir. Göndərdi bura. Ping paketi gəldi. Ping paketi gəldi router.
İndi belə bir problem var. Router onu düşürtdü. Niyə? Router bunu o paketi açım mən içini. Destination IP-yə 1.5 yazılıb. Düzdürmü? Router 1.5-in hansı MAC adresi olduğunu bilmir. Ona görə routerda bir dənə ARP paketi şeylədi, generasiya elədi. Deyir ki, buna elə bil ki, deyir ki, 5 dəqiqə gözlə qardaşım. Bu göndərmək istədiyin adamı mən də tanımıram. Qoy mən tanıyım, onunla da tanışçılıq qurum. Aramızda sivyaz yaradıram da elə bil ki mən. Qoy onu da tanıyım. Sonra mən sənin paketi göndərəcəm. O görə başladı bu dəfə də deyib nətər ki bizim kompüterimiz routerun şeyini öyrənmək istəyirdi. Necə deyim, portunun MAC adresini öyrənmək istəyirdi. Bu dəfə də router qarşı kompüterin MAC adresini öyrənmək istəyir. Gəldi. Bu da broadcast-da bu arada. Bu da broadcast-dır. Görsən FFF-dir. Sadəcə hal-hazırda şəbəkədə bir dənə cihazımız var deyə. Broadcast-ın da məntiqi odur ki, gələn portdan başqa bütün portlara göndərir. Gələn portdan başqa da bir dənə port açıqdır deyə bu birbaşa bura göndərəcək. Amma əslində bu broadcast-dır. Şəbəkədə 10 dənə cihaz olsaydı onunla da gedəcəkdi. Gəldi buna. Bu da qəbul elədi. Deyir ki, hə, bu mənəm. Öz MAC adresinin, bax üstünə gələk. Gözlə, bu paketi bağlayayım. Bu MAC adresinə baxaq. MAC adresi nədir? 00'dır, B'dır 55. Öz MAC adresini yazdı, sorsa, destination'a da router'ın MAC adresini yazdı, göndərir indi. Deyir ki, ala, bu da mənim MAC adresim. Sən o həmin adama denən ki, həmin adama xəbər elə, o ICMP paketin drop elədiyin şey var idi, kompüter var idi. O denən ki, mən hə, göndərmək istədiyim adamı da tanıdım. Bax, ilk ping paketi də o görə şəbəkədən kənara göndərəndə ilk ping paketi o görə timeout olur, getmir. Niyə? Çünki bu ilk gələn ping paketini düşürtdü axı ARP-ı bunun MAC adresini öyrənməyə görə. O elə bil ki, boşluğa getdi də. Router deyir ki, hə, qardaşım, mən şeylədim, sən birinci paketi düşürtdüm, yerin bilmirdim də həmin adamın. Həmin adamı tapdım, həmin adam da deyir ki, hə, bundan sonrakıları göndərsin, router mənə çatdırsın, mən qəbul edəcəm. Bu da deyir ki, hə, yaxşı. Gözlə, oy, əlimdəydi, inşallah pozulmadı, hə, tamam. İndi belə gözləyək, sıradakı ping paketini bir dənə şeyləsin, generasiya eləsin, aha, sıradakı ping paketini generasiya elədi, bu ICMP paketini. Göndərdi buna. Bu arada ilk bax request timeout oldu. Çünki bu ARP eləyib bunu öyrənmək istəyəndə ilk ICMP paketini düşürtmüşdü. Bu indi qəbul elədi. Deyir ki, mən sənin göndərmək istəyin o 1.5 var idi, onun MAC adresini bilirəm. O görə bu dəfə birbaşa göndərirəm ona. Yerin bilirəm. Göndərdi ona. Bu da qəbul elədi. Dedi ki, hə, sən mənə göndərmək istəyən buydu. Hər şey düzdür, bütün məlumatlar düzdür. Onun MAC adresi də düzdür, mənim MAC adresim. Yəni paket mənim ünvanıma gəlib, mənimdir. Qəbul eləyirəm. Ova cavab göndərirəm. Echo request-i qəbul elədi. İndi echo reply göndərir qarşıya ki, hə, mesajın gəldi, çatdı mənə. Görüldü atmırdı elə bil ki. Bu da gəlir çatır buna. Bu da gəlir çatandan sonra bax, görsən tik oldu. Tik olan kimi gəlib baxıram bura. Hop, mənim ikinci pingim getmiş oldu. Davam edirəm. İndi bir dənə sual var. Aha. Deməli, ARP-ı biz kompüterə verdik də, ARP çıxdığını. Aha. ARP çıxdığını şeyə verdik. Mən bu arada biraz yorğunam bugün. İş biraz qəliz keçmişdi. Tamam başqaçı bir, yəni switch'in ARP table-ı olmur. Çünki ARP Layer 3 bir protokoldur. Həm Layer 3-dən, həm Layer 2-dən, həm MAC-la işləyir, biraz həm IP-lə biraz qarışıqdır. Yəni ARP table switch-də olmur. ARP table hostda, axırıncıda end device-da olur. O görə bayaqlarım ARP dashdi yazanda buna xəta verirdi. Elə bir komanda yoxdur. Deyir ki, qardaş, yəni deyir ki, mənim ARP table-ım yoxdur. Nəyi siləcəm mən? Aha, bildim. Və elə bir ARP kompüterlər MAC adresləri görmür, hə? Necə? ARP siləndə kompüterdən. Kompüterin MAC adresini görmür. İndi buna bax, ARP-A yazıram bura. Bu öz yadında saxladı ki, 2.1.2.1. Yəni bu routerda, routerun üstünə gəlirəm. 2.1. 2.1 yazılan hansıdır? Gigabit Ethernet 0.0. 10 IP adresi 50 F12 7201 olan. Bax. Aha. Yaddaşında saxladı ki, 2.1
7201 budur. Və mən təzədən ping atmaq istəyəndə, cavabında göstərim son olaraq. Təzədən ping atmaq istəyəndə bu səfər ARP eləməyəcək. Birbaşa şak ISMP paketini çıxartdı, göndərir. Deyir ki, mən hər şeyi bilirəm onsuz. Hə, Bu gəlir avtomatik gedir. Bu da öyrənməyəcək. Çünki bunun da ARP table'ında var. Bunun da ARP table'ında, router'ın da ARP table'ında bunun MAC adresi var. Ona görə hər şey avtomatik gerçəkləşəcək, gələcək bura, gedəcək bura. Bu gələcək və göndərilən 4 ping paketin 4'ü də şey olacaq, getmiş olacaq. Amma məsələn burada 3'ü getdi, fikir ver. Çünki birinci düşdü da. İndi mən bu real time seçirəm, tez-tez paketlər getsin. Bax, 4'ü də getdi burada. Çünki ARP-la əlləşmədilər. Dedilər ki, onsuz da bilirəm. İndi gəlsəm bura ARP-A. Görürsən, bu buradadır. Gələm məsələn, bunda da ARP-A yazıram. ARP-A. Gördün? Bu da öz default gateway-ni yadında saxlayıb. 50. Bax, gözlə. 50 F12 yoxsa bu hissəsi eyni idi. 7202. Gələm bura. Aha. Üzərinə gəldim. 7202 görürsən, Gigabit Ethernet 01 192 168 11. 1 odur. Gigabit Ethernet 00 da bu tərəfə baxan hissəsi. İndi switchdə ARP table yox idi, amma MAC table deyilən bir şey var. Gəl ona baxaq. Show. Nətər idi o komanda yalla? Burası bir dənə şeydən çıxım. Configuration terminaldan çıxım. Show MAC adres table buydu. Bax, bu da. IP ilə işləyə bilmir axı switch demişdik. Amma MAC adresinə işləyə bilir. Bu da nətər bir şey eləyir? Fast Ethernet 03. Məsələn, Fast Ethernet 03 da bura. Fast Ethernet 03 bu portudur. Bu da yadında belə saxlayır. IP ilə MAC adresi şeyləmir, bir-biri ilə uyğunlaşdırmır. Hansı portunda hansı cihazın MAC adresi var, onu yadında saxlayır. Yəni buna bir paket göndərməli olanda ki, məsəl üçün, sən bu paketi, filan paketi məsələn göndər 7201-ə. O saat baxır, görür ki, MAC table-ında o var, baxır, görür ki, hə, 7201 var məndə, Fast Ethernet 03 portuna uyğundur. O mesajı Fast Ethernet 03 portundan qarşıya yönəldir. Amma baxdı, gördü ki, yox, qardaş, mən MAC table-ıma baxıram, sənin göndərmək istədiyin MAC table məndə yoxdur. Broadcast eləyir, həmin MAC ünvanını tapır. Sonra göndərir. Və bu arada bu ARP table-da, MAC table-da ikisi də dinamik olaraq dəyişir. Niyə? Çünki bu nəzərə al ki, bu switch-i sən 3 gün, 5 gün istifadə eləməyəsən də, bunu 5 il, 10 il bəlkə də istifadə eləyəsən, bu var ki, nə qədər kompüter qoşulacaq, bu kompüter xarab olacaq, yeni işçi gələcək, işçi çıxacaq, nə bilim, 50 dənə şey baş verəcək. O MAC adreslərinin hamısı üst-üstə staklanıb, o switch-in yaddaşını doldurmasın deyə müəyyən müddətdən bir təzələnir. Və müəyyən müddətdən bir şəbəkədə ARP paketləri fırlanır. Bildim. Yəni ki, bu birinci dəfə qoşulanda ARP eləyir, nə bilim 5-10 dəqiqə sonra 5-10 dəqiqə müddətində ARP-sız işləməyə davam edir. 5-10 dəqiqə sonra bir dəfə də arada ARP eləyir, sonra yenə işləməyə davam edir. Başa düşdüm. Başqa nəsə bir sual var? Yəni bu paketin buradan gedənə qədər, buradan şəbəkə xaricinə çıxana qədər başına gələnləri başa düşdüm də az çox. Aha. İndi bunun dərininə gedəndə lap şey olar. İndi ping sadəcə layer 3-də işləyir deyə, məsələn gördün o paketlərin hamısına baxdıq, maksimum layer 3-ə qədər məlumat var idi də. Məsələn burada bir DHCP server olsaydı, mən o DHCP echo request nə idi? DHCP request offer falan mesajları gəlib gəlsəydi və ya tamam başqa məsələn web serverindən aramda mənim məlumat alış-veriş olsaydı, uyğun olaraq o birisi layer'lar da yanacaqdı. O birisi layer'lar da aktiv olacaqdı. Bildim. Təbii burada o paketin başına gələn daha milyonlarla iş var. Məsəl üçün bu birisi tərəfə çıxsaydı, routing olunacaqdı. Çünki fikir ver, biz şəbəkənin ayıranda da elə ayırmışam ki burada. Bu da fərqli bir şəbəkədir. Bu da fərqli bir şəbəkədir. Amma eyni routerun tərkibindəki şəbəkələrdir. Amma bu şəbəkə bunlarla əlaqəsizdir. Bu ikinci bir routerdir. Bu arada routing deyilən bir şey var. İnşallah o da router konfigurasiyasında falan. Yəni bu dərsdə əsas məqsədimiz adresləmə, subnetting, bunlar nətər işləyir, MAC adres nədir, bunu hardan öyrənir, IP nəyə lazımdır, MAC nəyə lazımdır, bunu şey eləməkdir. Bunu da öyrənmiş olduq da yəni.
Məncə bir sual qalmadı. Sualın varsa da Yox, buyur. yox, heç nə yoxdur. Heç bir şey. Qoşulduğun üçün təşəkkürlər. Bu dəstə Sağ buna qədər. olun. Ağzına sağlıq, qəlbə sağlıq. Sağ ol. Sağ olun.